Ələ ver, ələ ver. Uş. Balam çıx. Deməli, hər kəsin sabahı xeyir olsun, dəyərli izləyicilərim. Yuxudan oyandım. Atamı işe yola saldım. İndi isə bir çay içmək vaxtıdır. Bir çay içeyim. Çay dəmləmişəm. Prosta çəkiliş eləmədim. Doğru qısım. Çölə baxaq. Söz vermişdim ki pozitif vlog çəkəcəm, səhər vlogu. Və bunlara baxın ilahi. Çox pozitivim. Bəli. Ama asla deyirlər. Sabahımız xeyir olsun. Və bizim mənzərəmiz günə çıxır. Belə göstəreyim. Hava qəşəngdir. Nə sərindir. Bugün çölə çıxmaq istəyirəm və bu zibilləri də bu karafkaya qoyub atmaq istəyirəm. Zibiləsini çox deyil. Belə göstərim. İki dənə belə zibili var. Yəni çox zibili yoxdur. Nanem yenə bitibdi. Olmasa qurban. Qoy sulayım onu. Qoy nanemi sulayım. Dırnaqlarını da gerək bugün tutam. Uşaqların içində mümkündür. Suyu da gerək yiyib bağlayayım. Bəli, toş. Bu iş tamam. Ama asla. Haycan. Pardon, sırtım. Ay erim yandı. Erim ağzına. Qaçın. Yığaq bu. Ben uşaqları koydum orada yatmağa. Saata baxan bir dənə 6:49. Ve ben çayımı içim artık. Böyle sonra şu hal yumurta pişiririm. Yeni başladı işleri yağlamağa. Ve burada yumurtalar var. Şimdi suya koyayım onları. Pişsin burada. Niye ağlıyorsun? Niye ağlıyorsun? Niye ağlıyorsun? Ne olur? Gel. Hoppalar. Demek Derya'yla. Gerek Derya'nın alıcı uyuyor. Değerli izleyiciler. Işığı da yandıraq qoy.
Derya gidiyoruz yok. Bunun ayaklarına bakın. Bunun minnoşluğuna bakın. Neydi ya? Özür dilerim. Ve Derya'nı yuduk, kuruladık. Şimdi Derya'nın yumurtası pişsin, Derya yumurta yiyecek. Git kapını ört gel. Git kapını ört. Kapını ört. Aferin sana, gel. Aferin seni. Alkışlar kızıma, alkışlar. Otur. Otur. Özü oturmağı bilir değerli izleyicilerim. Otur, otur. Ha, otur. Yok, otur. Oraya çıkmak istəyir. Çay var orada. Otur. Aferin. Sana verim, çörək verim. Bismillah. Al. Deyəcək. İndi əlimdə tək telefon var, o görə vermirəm deyənəm. Dəri, ye. Çörək doğradım. Və belə elədim. Amma elə. Və yumurta pişdi. Və yumurtaları yesinlər uşaqlar. Sabahın xeyir, Pəriş, necəsən? Mənə bax da, mənə bax. Yaxşısan. Kızlar yeyirlər yeməklərini artıq. Salam, dəyərli izləyicilərim, necəsiz? Deməli, uşaqlar burada telefona baxır, Dərya yatıbdır və süfrəni yığışdırıram və sonra yeri süpürüb siləcəm. Bu sabah vlogu eləyəcəm bunu inşallah. Sonra gedək. Mətbəxi təmizləyəcək sizlə bərabər. Dünən axşam da pomidor yumurta pişirmişdim. Belə, yəni başlayaq təmizliyə. Sirkə halını göstərəm ki, təmiz halını göstərə bilim. Nəysə, keçək işə. Bunu da fərağat yuyular. İndi görək mikrofon səsi necə çıxıb. Və sizə dediyim işıq buydu. Güzgürdür, çox şey göstərə bilməm, gözüm düşmüyor. Yəni belə gözlüyüm indi. Burada bunun knopkaları var. Baxın. İndi taxım göstərəcəm. Görürsünüz mü? Mən bunu taxıram. Belə çəkirəm vlogları. Belə qoy, aydın olsun. Bunu taxıram. Bunu çəkirəm belə. İndi evi süpürəcəm. Yəni görürsünüz necə işıq verir. Həm fənər yanlıdır, elə bir ki, telefondan da fənərini yandırmışam kamera üçün ki, işıqlı olsun. Həm də bu işıq. İşıq da qızım. Ay, əlim düşür, hə. Buranı belə yığışdırdım.
Dünən yığışdırmışdım zaten. Desən Dərya. Bura təmizdir belə. Qoy biraz qapını açıq qoyum. Və gəlirik. Ensiz uşaqları şimdi siləcəm. Yox, yatır. Hə, arşdan vurmuşam deməli dəyərli izləyicilərim. Burada hələ ki belədir. İndi qablar falan yuyacam. Yer falan da yığışdıracam. Buranı yığışdırmışam artıq. Prosta süpürmək istəmək qaldı. Belə. Burağı da yığışdırıram. Bunu uşaqlar vinilini qopardı. Neyse evi süpürürəm. Uşaqlar çiməcək. Belə deyək. Günorta yemək var uşaqlarda var yemək. Dəriyə orada yatıbdı. Uşaqlar telefon oynamayın. Sizdir dərs oynayın. Belə. Neyse belə güzgülər falan görürsünüz. Yaman gündədir. Güzgülər əsnəsidir. Burada mən ən sevdiyim kinom gedir. Ventilatorum işləyir. Heç sən. İndi evi süpürüm. Süpürürəm. Zibillər görsün orada da süpürürəm. İndi siləcəm. Siləndə açaram. Bir də tozlar siləcəm. Tozlara siləndə açaram. Hələ ki belə. İndi evi qəşəng süpürmüşəm. Göstərim. Yəni, hər yana süpürdüm. Yeri yığmadım. Dərya indi durubdu. Hə, Dərya yuxudan indi durubdu. Onu da qoydum ora ki, daha doğrusu çıxmaq istədi. İndi mən də evi sileyim. Deyim, qoy zərəl yoxdur. Ləpirləməsin, oturub orada yemək yiyir. Uf, göz yaşına qurban olsun, mama. Yavaş yavaş yıxılarsan. Ay, gəlmə, gəlmə, gəlmə. Gəlmə, gəlmə, mama evi silsin, aşkım. Ömrüm. Mama evi silsin, qoy. Hal-hazırda saat 10 olmalıdır. Səhv eləmirəmsə. Dağdasını yiyir, aşkım. 10 olmalıdır və mən bax, indi silirəm, bax. Bunu yoldaşıma da göndərəcəm, sübut üçün. Bax, mən silirəm, təmizləyirəm. Mən o deyirləri, pinkisən, nəsən. Bax, mən silirəm. Saat 10-dur, mən evi silirəm. İndi saat 3-də bir dənə kameranı açacam. Evə baxarsınız. Çünki bir söz, taxtalarda köhnədir. Silinməmiş oxşur da. Sizi də qınamıram. Elə bir söz silinməyib, amma baxın. Nədir aşkım? Hə. Və burada süpürmüşəm. Bir dənə qalıb o işlər süpürmüşəm. Burada süpürdüm. Boğuldum bu nədir az. Və suyumu da təzə dəyişmişəm. Şampun tökdüm, amma az oldu nədənsə, nəysə. Zəhrəm deyir də bu bir olanda. Hə. Oturuşa bax. Moddiş. Moddişim. İnşallah ki çəkir telefon. Hə? Bax da, amma yerə düşməyin. Çox xahiş edirəm, yerə düşməyin. Bu gün uşaqları peyvəndə aparmalıyam. İnciyin 6 yaşı olduğuna gecikdirmişəm hələ. Peyvəndə getməliyik. Bir əllə silmək mümküniyyəti yoxdur. Nəysə. Yerim kimsə gəldi bizə. Hə. Nə deyirdim? Bu arada bunu mən qoyuram, acıya da qoyuram, hər şeyə qoyuram. Onun rəngi odur, rəngi. Ağappaq almadım ki, qapqara qaralmasın da. Onun rəngi, özünün rəngi odur, yəni yazırsınız acıya qoy, nəyə qoy, o çirkli deyil. Çünki o mən şampunla yuyuram, təmizləyirəm, acı eləyirəm. Yəni çirkli falan deyil, onun rəngi odur. Özüm elə almışam ki,
O ağappaqlar qapqara olur, ürəyim sıxılır. Bir var boz ola, özü boz ola. Hə. Bir əlli siləm, həm də söhbət edirəm. Bir əlimdə telefon. Həm çəkirəm. Dəryanın qaşqovağına. Maması qurban olsun ona. Belə işlər. Nəysə qızlar, yer də yığım. Yer də yığandan sonra uşaqlara partistimizdirmək istəyirəm. Bir də Aristona baxam, görüm. Ariston qızıqmı? Hə, Ariston qızıqdır. Hə, uşaqlar da yenə partistimizdirərəm. Siz uşaqları yay gəlir gündə partistimizdirsiniz, yoxsa bir gündən bir? Yazsaz maraqlıdır mənə. Çünki mən elə olur ki, uşaqlar gündə 2 dəfə suya sıxıb çıxardıram. Çünki hava istidir. Həm də uşaqdır, yemək yeyəndə özünü bulayır, eləyir. Hələ bunu, bu gündə 4-5 dəfə suya girir, çıxır. Elə, Dərya. Elə. Prosta şəraitimdir, görmüsünüz də hamamın şəraitim olmadığına. Yəni, hamamda çəkiliş belə eləyə bilmirəm də, yəni. Ona görə hələ çox şeyləri göstərmirəm. Nəysə, bunu söndürüm. Hə? Yaxşı silim, belə qəşək-qəşək, içərli silim evi. Həm də belə vaxtım uzun gedir. Yeni açaram inşallah. Yeri yığıb tutandan sonra cüzgülər də baxın ləkələnibdir. Hə, cüzgülər də silinəsidir. Bu arada o balaca deyil, onu özüm kəşf eləmişəm balacalaşdırmağı. Dərya! Hə, orada nəsə görüb onu gedir. Və yeri də yığdım. Yeri də düzəltdim, yığdım. Bir də cüzgüləri sildim. Deyəm. Və yeri də yığmışam. Belə oldu. Cüzgüləri də sildim. Buraların tozunu falan hamısını silmişəm. Belə. Və bu cüzgünü də sildim. Qəşək. Ev belə oldu. Belə. Bu arada mətbəx də sildim, koridorda sildim, qoyuqları göstərim. Burada sildim, burada sildim. Bir dənə qaldı, qapımı yumaq. Günortaya zaten uşaqlara yemək var. İndi uşaqları aparam simizdirməyə. Simizdirim gətirim, inşallah yenə açaram. Saçlar başları yaman gündədir. Hə, yox, simməlisiniz mütləq. Hə. İndi görək başqa simizdirəndən sonra nə edəcəm? Yəqin ki, yemək verib uşaqları yatırdaram. Görək peyvəndizin vaxtı olsa aparıb vurduracam. Axşamüstü desə, axşamüstü apararam peyvəndə sizi. Hə. İndi hələlik bax. Və uşaqları bu şampunla simizdirirəm. İndi gəlsinlər. Hoşluq deyirəm. Gəlsinlər, suyu falan açım. Bir simizdireyim. Deməli, qızlar simizdirdim, çıxartdım. Qəşəng idi içinmək. Xoşunuz gəldi? Dərya, xoşun gəldi içinməkdən? Gəldi. İnci sənin. Boğuşa simizdirmişəm. Saçlarını indi qurdacam. Öz üstümdə buluyublar, islatdılar məni. İndi isə saçlarınızı qurdandan sonra sizə yemək verəcəm. Yemək verindən sonra yatızdıracam. Çünki sizi saat 4-də peyvəndə aparacam. Həkimə aparacam. Hə, həkim çağırıb ki, gətir uşaqlara peyvənd vuraq. Hə, aparacam sizə peyvənd vurdurmağa. Sənə vurduracam, pərşə yox. Bir Dəriyə 1 yaş var, bilmirəm vurdurum, vurdurmuyum. Az Dərya, neyniysən sən? Hə?
Sənə vurduracam peyvənd. Pərşin peyvəndi yoxdur, elə belə yoxlayacaq. Bir də Dəriyə 1 yaş peyvəndi. Bilmirəm, qərarsızam. Vurdurum, vurdurmuyum. Mən peyvənd vurdurmuram ki, mən yaşım keçib, peyvənd yaşım keçib. Nəysə, uzun sözün qısası. Simizdirdim uşaqları. İndi başların, saçlarını qurudum və yemək verim. Ondan sonra yatmağa. Mən də ki, dincəlməyə. Çünki artıq çox yorulmuşam. Evi sil, süpür, təmizlə. Baba. Evə baxın. Baxın. Nəysə, belə. İndi başlayaq. Gedim feni gətirəm. Gəl kızım. Və qızlar gözünü tökürəm. Günorta yeməklərini yesinlər. Dəriyə baxın. Dəriyə, iş başındadır Dəriyə. Qızlar özlərine yemək tökürlər. Pərişməyə bax, pərişməyə bax, pəriş. Nuş olsun. Yesinlər yeməkləri. Nuş olsun. Sevəsən. Hə, gəl verin. Və artıq 14:47-dir. Mən hələ indi çay içə bilirəm. Evimizin halı budur. Yenə təmizləmişəm. Uşaqların dırnağını, öz dırnağımı, hamısını tutmuşam. Şimdi elədik, bir yaxşı çəkmişdim. Yedik. İndi isə çayımı hələ indi içə bilirəm. Bu da inanmıram. Çünki Dəriyə imkan verməz. Dəriyə imkan verməz o çayı ləman içməyə. Elə, gəl çak vur. Gəl çak vur Dəriyə, gəl çak vur. Gidi balam. Hə. Nəysə. Saat 4-də peyvənd var. Ora aparacam uşaqları. Axşamüstü görüm inşallah. Halım yaxşı olsa uşaqları istəyirəm aparam parka. Hə. Ondan sonra da qalıb paltarlara atıb yumaq, sərmək. Paltar işim qalıbdır bir dənə. Bir də axşama yemək pişirmək qalıbdır. Bu deyəsən belə getdirsə bu olacaq bir günün vlogu. Çünki səhər vlogundan keçdi bu vlog. Məncə bu elə gələ kəsərəm, bilməm, elə baxaram. Dəriyə. Bax, indi gör mən çay içirəm. Baxın. Baxın. Nə istsən Dəriyə, nə istsən? Nə istsən? Deyir ki, dur ayağa, özü oturacaq burada. Buranı da dağıdacaq da. Bu 3-4 tane şey var, o dağıdacaq. Bu da incin yemək, tam yiyib tutarmadı. İncin yeməyi nə yiyib tutarmadı. Dəriyə, nə istsən? Bax, mən çay içməyim budur. Bax, sürüdür. Dəriyə, nə istsən? Yaxşı, mən dururum, gəl. Baxın. Baxın. Bu hardan bildi çıxmağa bura? Heç mən sərf eləmədi bu. Bura çıxmağa. Hə, sən oturdun. Nə deyirsən? Niyə? Ama dur kızın özüne oturdum. Hə? Dəriyə, özün oturdum. Otur, durma. Deməli, günorta yuxusan Dəriyə yatdı. Bunu demək istəyirəm ki, bu vlog məncə buracan bəs eləyər. Çünki bu sabah vlogu idi və mən buna yarı günümü çəkdim, belə deyim. İnşallah ki, axıracan izləyərsiniz, dəyərli izləyicilərim. İnşallah ki, xoşunuza gələr. Səhifəmizə abunə olmağı, like atmağı, şərh yazmağı unutmayın. Öpürəm dəyərli izləyicilərim. Sağ olun, Allaha əmanət olun. Qızlar sağ olun deyin. Sağ.